bu qərarın qəbul olunması tam əminliklə demək olar ki, bu bizi böyük risklərdən sığortaladı. Bu bizi böyük potensial fəlakətlərdən sığortaladı. Gəlin bir dəqiqə, mən başqa məqamlara demirəm, yalnız bir neçə mövcud ssenari. Birinci məsələ ondan ibarətdir ki, bəli, erməni ordusu zəifləmişdir. Bəli, bizim ordumuzun tam üstünlüyü var idi. Ancaq eyni zamanda bu artıq noyabr ayıdır. Təsəvvür edin ki, mən elə Ağdam istiqamətini qoyuram kənara. Orada daha çox ağır minalanmış istiqamət. Ağdam istiqamətini hətta deyək ki, bir dəqiqəlik kənara qoysaq. Kəlbəcər, Laçın. Biz oranı, iqlimini, coğrafiyasını, yollarını hamımız bilirik. Bu, bilavasitə Ermənistan ərazisi ilə həmsərhəd ərazilərdir. Oranın müdafiəsini təşkil etməkdə elə bilavasitə Ermənistan ərazisindən etmək olar. Və sən ona cavab verməli olsan, sən Ermənistan ərazisini vurmalısan. Ermənistan kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvüdür 2020-ci il, yəni bunun hamısına. Bunun riskləri var idi. Nə qədər biz əlavə itkilər verəcəkdik. Bu məsələnin hərbi tərəfi, bu məsələnin yenə deyirəm, insan potensialı baxımından nə qədər bizə problem yaradacaqdı. İkinci bir məsələ, siz təsəvvür edin ki, məsələn, biz nail olduq, getdik, deyək ki, sülh məramlara razılıq vermədik. Mən nəzəri olaraq bunu danışıram. Siz təsəvvür edirsiniz, hansı ittihamlar bütün dünya tərəfindən bizim üzərimizə gedəcəkdir? Etnik təmizləmə, soyqırım, orada hansı bir təxribatlar baş verəcəkdir? Təxribatları kimlərsə özləri təşkil edəcəkdir. Üçüncü tərəf yoxdur. O qədər təhlükəli ssenarilərdən bu razılaşma bizi sığortaladı ki, həqiqətən sonraki hadisələr onu göstərdi ki, bu məqamda yeganə düzgün, yeganə dəqiq bir qərar idi.